İsveçdə avtobus sürən Azərbaycanlı qadın Elnarə Kərimxanova 2000-ci ildən İsveçdə Göteborg şəhərində yaşayır. 2 oğlu var. Avtobus sürücüsü işləməzdən qabaq əfradat əcəyənəstə ehtiyacı olan şəxslər üçün özəl nəqliyyat xidməti sürüb. Biz saatlarımızdan artıq işləyə bilmərik, yenidən işləmək üçün ən az 9 saat istirahət etməliyik. Yəni, həftədə ən çox 10 saat işləyə bilərəm. Bütün avtobuslar alkotesterə bağlıdır. İşə başlamazdan öncə o cihazı üfürməliyik. Əgər nəfəsdə alkoqol izi varsa, avtobus işləmir. Buna nəzarət çox güclüdür. Hərdən polis xəbərsiz saxlayır və yoxlayır. Bunu da hər bir sürücü bilir ki, qarşıda səni polis saxlaya bilər.